Bugün gəlmişik Nürburgringə ilk gedən Azərbaycan nömrəli avtomobilin incələməsini çəkməyə. Bizlər üçün də çox maraqlı avtomobildir. Məncə sizlər üçün də maraqlıdır. Heç uzatmıram, birbaşa videomuza başlayaq. Hər kəsə salam. Bugün sizlərlə mən Emil və kamera arxasında Ümid ilə birgə BMW M4 F83 Competition incələməsi çəkirik. BMW M4 modeli. İlk öncə sizə qısa olaraq kupe variantı barədə məlumat verək. Daha sonra bugün bizim incələməmizdə olan F83 barədə. Ümumilikdə M4 avtomobili 2014-cü ilin aprelində təqdim olunur. Oktyabr ayında isə bizim avtomobilimiz kimi kabriolet gövdəsi satışa çıxır. İlk başlarda bu avtomobillər 431 at gücü hasil edir. Çox gözəl S55 mühərriklə. Birazdan mühərrik xanasına keçəcəyik. Orada da bəhs edəcəyik. Bizim avtomobilimizin mühərrikində də bir sıra gücləndirmələr var. Belə deyə, stokda olan defektləri, zəif yanları bu mühərrikin aradan qaldırılıb. F83 modeli gördüyünüz kimi kabriolet modelidir. Kupe modelindən biraz daha ağırdır. Ümumi götürəndə kupe ilə eyni şeydir. Mühərrik, sürətlər qutusu, hər şey eynidir. Sadəcə əsas fərq qatlana bilən damının olmasıdır və buna görə də kupedən daha ağırdır. Sürətlənməsinə də təsir edir bu. Kupe modelindən 0,3 saniyə daha yavaş sürətlənir 0-dan 100-ə. M4 modellərində iki cür sürətlər qutusu olub. 6 pilləli mexaniki, 7 pilləli robot DCT sürətlər qutusu. MDCT sürətlər qutusu həqiqətən çox mükəmməl bir şeydir. Hansı avtomobildə varsa hissiyatı tamamilə başqadır. Orada mexanikanı, muftanı buraxdığını hiss edə bilirsiniz avtomobilin. M4 modeli təqdim olunduğundan 2 il sonra, yəni 2016-cı ilin fevral ayında M4 Competition modeli təqdim olunur. Competition versiyasında dəyişikliklər nədə olur desəz, mühərrikimizdə at gücü 425-dən 450-yə qaldırılır. Normalda base modellə 431 PS, 425 horsepower və 550 Nm dəyərindədir. Competition'da isə artıq 450 at gücü və 550 Nm. Tork dəyəri dəyişməz olaraq qalır. Fərqlər, askı sistemimizdə fərqlər var, daha da yaxşılaşdırılır, daha idman üslublu, biraz daha sərt olur. Egzoz sistemimiz fərqlənir. M4 Competition'ın ayrıca egzoz sistemi olur, daha gür səsli və poplarımız olur. Avtomobilimizdə 3 litrli S55 B30 Twin Turbo mühərrik dayanır. Bu BMW-nin ən yaxşı mühərriklərindən biridir. İstər dözümlülük baxımından, səs baxımından, potensial baxımından. Yəni BMW-nin öz fanatlarına verdiyi ən yaxşı nemətlərdən biridir, belə deyə bilərik. Turbinalarımız 1,2 bar təzyiq ilə işləyirlər. Bu mühərrikin zəif yanlarından biri nədir? Crank hub problemi yaranır. Crank hub'dakı bunlarda Stage 1-in üstündə proyekt düşünürsünüzsə, onu mütləq sürətə dəyişməlisiniz. Bu avtomobildə hal-hazırda Butmoda məxsus Stage 2 tune dayanır və bununla at gücümüz 100 horsepower dəyərində artıb, yəni 550 at gücü və 700 Nm civarı torkumuz var hazırda. Avtomobilimizin sürətlər qutusu da stok deyil. Sürətlər qutumuzda XHP-yə məxsus Stage 3 tune yer alır. Ümumilikdə avtomobilimizin mühərrikində olan dəyişikliklərə nəzər yetirsək, crank hub upgrade olunub, Coven'lı şatonlar qoyulub, Coven'lı vkladışlar qoyulub, diferensial mount upgrade olunub. Normalda bu avtomobillərdə diferensial 2 dənə başınqın, yəni rezin dayağın üstündə dayanır. Digər upgrade ilə artıq elə ki 3-cü dayağın yerini alır. O detalın şəklini siz zaten hazırda gördünüz. O da diferensialın daha aqressiv sürüşlərdə, trek sürüşü, drift və ya başqa aqressiv sürüşlərdə qaçmamasını, daha stabil olmasını təmin edir. Həm də avtomobilimizdə Cayenne məxsus air intake sistemində dayanır. Burada da karbondan gözəl rasporkamızı görürsünüz. Yəni bu çox bomba bir şeydir. Öndən nə qədər udar alsa, nə qədər sıxılsa da buralar, bokavinlər həmişə yerində qalır. Bura olduğu kimi qalır. S55-in belə götürən çox problemi yoxdur. Çox dözümlü, performanslı və gözəl səsli mühərrikdir. Ona görə də bir şey deməyəcəm. S55 almaq istəyirsə, S55 mühərrikli bir avtomobil əldə etmək istəyirsə, düşünmədən ala bilərsiniz. S55 mühərrikəsiz M2 F87 Competition modelində, M3 F80, M4 F82 və F83 avtomobillərində rast gələ bilərsiniz. Sizlərə belə bir əlavə məlumat da verim ki, 2017-ci ilin avqust ayına qədər olan M3, M4 avtomobillərində karbondan kardan gəlirdi. Daha sonrasında isə karbon material metalla əvəz olundu. Buna səbəb də ekoloji normalara uyğunlaşdırma idi. Karbon kardanın ölçüsü biraz daha böyük olduğuna görə əlavə ekoloji filtrlərin yerləşdirilməsi üçün yer yox idi. F83 modelinin F82-dən daha ağır olmasına bir neçə səbəbdə kabriolet avtomobillərdə dam olmadığına görə, yəni qatlanan dam olduğuna görə gövdənin burulma sərtliyi azalır və avtomobildə olan sərnişinlərin, sürücünün təhlükəsizliyini düşünərəkdən qapıların içində də əlavə dayaq olur həmişə. O dayaqlar da əlavə çəki verir və hətta burada bizim avtomobil
avtomobilimizin 2 dənə arxada dayağı var. Bir növ airbag deyə bilərik ona. Yəni airbag tipindədir. Avtomobil aşanda sərnişinin və sürücünün boynunu qırılmadan qoruyur. Onu da şəklini görəcəksiniz. O sistem açılanda buradan 2 dənə dəmir atır. Avtomobili çevrilmiş olsa da belə yenə müəyyən qədər hündürlükdə saxlamaq üçündür. Onun da müəyyən ağırlıq payı var və beləliklə avtomobilin ümumi çəkisi olur 1790 kilo. Siz kadrlarda ümumilikdə avtomobilimizin çəkili olmasına baxmayın. Bugün sentyabrın 14-üdür. Axşam gəlmişiksə bu avtomobili çəkirik. Bütün günü yağış yağırdı. Ona görə avtomobil istər-istəməz çəkilidir. Məlumatlarımızdan davam eləsək, Competition modeli çıxanda kupe avtomobillərdə oturacaqlar da fərqlənir. Oturacaqlar onun biraz daha yüngülləşdirilmiş olur. Sadə M3, M4 modellərinə baxsaq tamdır belə oturacağın bu hissəsi, amma Competitionlarda burada belə boşluqlar var. Arxada oturan sərnişin qabaqdayını qıdıqlaya bilər ona, narahat eləyə bilər maksimum. M5 F10, M3 F80, M4 avtomobillərində olan bir özəlliyi var, Active Sound. Mühərrikin səsinin dinamiklər vasitəsilə birbaşa olaraq salona ötürülməsi. BMW dediyimiz kimi bu özəlliyi ilk dəfə M5 F10 modelində təqdim eləyir və BMW bu özəlliyi təqdim eləyəndə dedi ki, orada heç bir öncədən yazılmış track və yaxud da ki, heç bir süni səs yoxdur. Sadəcə mühərrikin səsini biraz daha güclü formada birbaşa sərnişinlərə ötürürük. Dediyimiz bu Active Sound özəlliyini sadə F10, F30 modellərində aktiv eləmək olur. Hətta şəhərdə bir sıra F10'lar görə bilərsiniz. Videolar bəlkə də qarşınıza çıxmışdır. Avtomobil 520 dizelli, amma interiorda M5 F10'un səsi gəlir. Həmin o Active Sound özəlliyi aktiv olunub. Maraqlı özəlliyi də daha da emosiya qatır bizə. BMW M4 modelinin özəl versiyalarından bəhs edəcək olsa, ilk olaraq isə 2014-cü ildə çıxmış DTM Champion Edition-ı deyə bilərəm. 2016-da isə ikinci DTM Champion Edition çıxıb. Birinci Edition Marco Wittmann'ın qələbəsinə həsr olunaraq çıxmışdı. İkincisi isə yenə BMW qələbə qazanır DTM yarışında, ona özəl olaraq buraxılır. 30 yarı Edition-ı var, yəni də M3 modelinin 30 illiyinə həsr olunmuş modeldir. M4 Edition M Heritage modeli var, bu yalnız kupe variantında var və onda da üstündə məsələn karbon elementlərinin üstə Heritage falan yazısı olur. Şəkillərini yerləşdirəcəm. Hətta özünüz də yazıb araşdırsaz görə bilərsiniz ki, rəng kombinasiyaları falan fərqlidir. Əsas da ki, GTS və CS modelləri var. CS modeli dünya üzrə 3000 ədəd istehsal olunub. Bunun 1000 ədədi Amerika bazarı üçündür. 1000 dənəsi göndəriliblər Amerikaya. Amma belə bir şey var ki, bugünə kimi baxsaq o 3000 dənə CS-dən Allah bilir bəlkə 2700 dənə qalıb, 2800 dənə qalıb. Nə qədər qəzalara düşüb, pis günlərə qalıb. Ona görə də 3000 deyil, daha az saydadır. Onların da qəşəng rənglərlə olan modifikasiyaları olub. Mənim ən sevdiyim Frozen rəngdədir. Frozen Blue rəngində o çox qəşəng görünür, çox fərqli bir görüntüsü var. Amma Frozen rəngində öz müəyyən çətinlikləri var. Ən trek yönümlü versiyası GTS modelidir. CS-dəki GTS-lə Competition arasında yerləşdirilir və CS modeli Competition-dan da, sadə M4-dən də daha yüngüldür. Məsələn, CS-də qapı dəstəkləri falan belə parça qapı dəstəyiniz var. Qapı kartı özü də karbona bənzər belə valaknodandır. Çox yüngülləşdirilmiş materialdan istifadə olunub. Bu avtomobillərin diferensialları haqqında sizə məlumat verəcək olsam, bütün M modellərində Door Restyling və Restylingdə eyni aktiv M diferensial istifadə olunub. Fərqi proqram təminatında idi. Lakin Doreslərdə olan proqram təminatı təhlükəli anlara və qəzalara səbəb olub. Qaz verdikcə bloklama faizi ani olaraq artırdı və bu səbəbdən də maşın özünü anidən sağa və ya sola ata bilərdi. Əsas məsələ də ki, DSK 10 olmasına baxmayaraq müdaxilədə gecikirdi və məsələn yağışlı havada o müdaxilə eləyənə qədər kritik oynama ola bilərdi. Restylingdə isə bloklama faizi daha hamar artır və DSK sistemi daha aktiv işləyir. Qaz pedalındakı kiçik dəyişikliklər sayəsində də diferensialımız daha sabit işləyirdi. Torku isə daha yumşaq, plavna formada ötürürdü. MDCT sürətlər qutusuna siz M5 F10, M3 F80, M4 F82, M4 F83 kimi avtomobillərdə rast gələ bilərsiniz. Hə, M2-in falan da haqqını yemirəm, onlarda da var. Çox qəşəng sürətlər qutusudur. Konkret olaraq yəni yarı mexanikadır da belə deyək. Siz məsələn podyumda falan dayananda robotun muftanı buraxmasını, avtomobilin geriyə getməsini falan tamamilə o hiss edirsiniz. Mexanika imitasiyasındasınız da. Çox qəşəng sürətlər qutusudur. Həm də trekdə, drift eləmək üçün də çox idealdır. Bu arada sizlərə belə bir maraqlı fakt da deyim. Avtomobilimizin damı 20 saniyə ərzində açılır və 20 saniyə ərzində də bağlana bilir. Avtomobilimizin xarici parametrlərinə nəzər yetirsək, uzunluğu 4671, eni 1870, hündürlüyü isə 1383-dür. Təbii ki, bu rəqəmlərin dəqiqi sizlər üçün buralarda bir yerdə çıxacaq. Disk təkər parametrlərimizə nəzər yetirsək, arxa tərəfdə 295-30-20, ön tərəfdə isə 275-30-20-dir. Təbii ki, bu təkərlər zavod parametrlərində deyil, zavodda öndə 265, arxada isə 285 gəlir. Avtomobil sahibi biraz daha
böyük parametrlərə keçib ki, həm yol tutuşu, həm də komfortu daha da yaxşılaşsın. Ümumilikdə avtomobilə yan tərəfdən diqqət edəndə burada M4-ə xas gözəl jabralarını görürsüz. M4 yazısı əks olunub. Arxa tərəfinə keçid alsaq, karbon spoiler və karbon difuzorumuz var. Həmin karbon elementlərdən biri də ön radiator barmaqlığıdır. Hal-hazırda keçid aldı avtomobil sahibimizdən kiçik bir intervyuya. Dediyimiz kimi avtomobilimiz Avropanı gəzib, Nürburgringdə olub. Ona görə də avtomobil sahibindən birbaşa onun fikirlərini almaq istəyirik. Qalib bəy, salam, xoş gördük sizi. Salam Mehmet bəy. İlk öncə kanalımıza gəldiyinizə görə və avtomobili bizə çəkiliş üçün təşkil etdiyinizə görə çox təşəkkürlər. İndi birbaşa suallarımıza keçid alaq. Düşünürəm ki, həm izləyicilər üçün də maraqlı olar, həm də bizim üçün də maraqlı olacaq. Niyə M4? M4 almağa hardan qərara gəldiniz? Niyə F83? İlk növbədə izləyicilərimizi salamlamaq istəyirəm. Niyə məhz M4, niyə F83? Yəqin ki, biz lap kökünə baxsaq, birinci bu uşaqlıqdan, cavanlıqdan gələn BMW sevgisindən gəlir və mənim M4-dən və bu kuzovda olan M4-dən əvvəl eyni kuzovda F33 daha doğrusu kuzovda 435 BMW olub uzun illər ərzində və açığı o avtomobili mən bir xeyli müddət idarə eləmişəm və bu müddət ərzində bu maşın o qədər mənə yarayırdı ki, o qədər mən onu universal tapırdım ki, yəni alternativ bir kuzov nə BMW-də, nə də başqa bir maşınların içində açığı özümə görmürdü. Həm görünüş cəhətdən, həm istifadə zamanı universallıq cəhətdən, gözəllik, diqqət cəlb eləmək öz yerində, dinamika öz yerində, praktiklik öz yerində, 4 nəfərlik, tam 4 nəfərlik kabrio belə də rahat bir şey deyil yəni ki, tapmaq. Hətta deyərdim ki, yəni ki, salon və bagaj həcmi cəhətdən düşünürəm ki, sinifdə ən optimal bir variantdır bu qoz. Plus bu modeldə bildiyimiz kimi hardtopdur. Yəni damı sərt damdır, parça deyil, yumşaqlardan deyil. Yəni damı örtdün və artıq səndə standart normal avtomobildir. Həm praktiklik cəhətdən, həm də görüntü cəhətdən bəzən də olur ki, istəyirsən ki, maşın çox da gözə girməsin. Yəni bu cəhətdən bu kuzov çox optimaldır. Ona görə mən 435-i hardasa bir 6 il, 7 il idarə etdikdən sonra ağlıma daha yaxşı variant gəlmədi. Yalnız eyni modelin M4 daha təzə ili götürüb, yəni upgrade motor cəhətdən, yəni əmək keçmək oldu. Yeri gəlmişkən məlumat üçün deyim ki, tamamilə baxmayaraq ki, görüntü cəhətdən çox oxşar avtomobillərdir, məlum məsələdir. Məndəki ilə o rəngi də eyni idi, salon rəngi də eyni idi, yəni çox oxşaydı bir-birinə. Əkizlər. Bəli. Amma maşına oturduqda, idarə elədikdə tamamilə fərqli avtomobillər. Baxmayaraq ki, 435 kifayət qədər dinamik avtomobildir. Orada 3 litrlik N55 Bəli, N55 mühərrikdir. Orada mən müəyyən tuninglər eləmişdim, Stage 2-yə çatdırmışdım, ad gücünü artırmışdım. Yəni dinamik cəhətdən, idarə olunma cəhətdən M4-dən heç cürə müqayisə oluna biləcək bir şey deyil. Ümumiyyətlə M-lər ayrıca bir sinifdir. Tamam ayrıdır. Amma bu o demək deyil ki, bu maşın o maşından yaxşıdır. Fərqli şeylərdir. Yəni komfort cəhətdən uzaq yola çıxmaq istəyirsənsə, M çox da yaxşı fikir deyil. Bəli, əlbəttə bunu eləmək olur, amma müəyyən məqamlara sən qurban verməli olur. Məsələn, komfort. Təbii ki, M-də zaten askı sistemində sərt olduğuna görə elə başqa xüsusilə askı competition. sistemində. Bəli. Ona görə sualınızı qayıtsaq, nəyə görə məhz M4? Düşünürəm ki, bu kuzovda istədiyim, belə deyim də, maşının qabağına mən müəyyən tələblər qoyuram. İstədiyinizə cavab verir. Bundan alırsınız o Bəli, istədiyinizi. drifti yerində, sürətlənməsi yerində, idarə olunması yerində, eyni zamanda rahat, maraqlı yollarda sırf sürüşdən, sürətli sürüşdən yox, adi sürüşdən də həzz almaq istədikdə damı açdım. Təbiət Küləylənə. çox gözəl. Bir plus görüntü. Yəni açığı bu form faktoru, bu kuzovun, ümumiyyətlə F kuzovlarının dizaynını mən çox xoşlayıram. F həqiqətən BMW-nin pik dizayn nöqtələrindən biridir. Belə deyim də, bu kuzovlara baxanda ilk baxışda sual yaranmır ki, bu maşın sənin xoşuna gəlir, yoxsa yox. Belə deyim də, indiki BMW-lər deyə bilməm ki, yaxşıdır, pisdir dizaynları, amma təzə model çıxanda birinci baxanda bilmirsən ki, bunda nə gözləyəsən. Başda hamı heyt eləyir təzələri. Deyirlər ki, mən bu artıq nədir? təcrübə yığmış bir adam kimi deyə bilərəm ki, mən bir nəticə çıxartmağa tələsmirəm. Yəni BMW zay bir şey çıxartmaz bir mənalı olaraq. Gözləyirəm ki, maşın gəlsin, Bakıya çatsın, hansı bir təzə model, canlı ona baxaq və ondan sonra artıq nəticə çıxardı. C90-la eyni fikirdə idim bu arada. Şəkillər də bərbad, realda tamamilə fərqli söhbətdir. M2, müasir M2 məsəl G87 eynən. Mən onu həyatda görməyənə kimi düşünürəm ki, bu kifayət qədər eybəcər məfhumdur. Eybəcər, yəni çox da gözəl yox, nə eybəcər maşın.
Amma onu həyatda görəndə fikirləşdim ki, super bir avtomobil. Xüsusilə biraz Passatka veriləndən sonra əla. Təmiz fitmenti ideal olur. Bəli. Növbəti sualımıza keçək. Burada görürsüz ki, ölkələrin bayraqları var. Yəni bu avtomobil bu ölkələrin hamısında olub. Uzun yolda sürərkən ümumi Avropa turunda necə idi? Uzun yolda xüsusi bir çətinlik yaşığı nə maşın cəhətdən, nə komfortum cəhətdən çəkmədim. Bu mənim birinci səyahətim deyildi, həm maşınla, həm öz maşınımla, şəxsi maşınımla da mən dəfələrlə xarici çıxmışam. Düzü ən uzaq getdiyim yer Türkiyə idi, amma bunu dəfələrlə bir neçə dəfə eləmişəm. Gürcüstan, Türkiyə. 2019-da Türkiyədə böyük bir dənə səyahətim olub. 8000 kilometr yol sürmüşəm 435-lə yeri gəlmişkən. Bu dəfə açığı bu səyahəti mən çoxdan da planlaşdırırdım. Fərqli səbəblərə görə pandemiya düşdü, başqa bir məsələlər oldu və öz avtomobilimlə səyahəti həyata keçirə bilmirdim. Keçən il nəhayət ki, qismət oldu deyirlər. Yəni video başında, videonun girişində dediyimiz kimi Nürburgringə gedən ilk Azərbaycan nömrəli avtomobil olub. Elə tarixə keçib bu. Əsas məsələ Nürburgring necə idi? O bir çox avtomobil həvəskarının xəyalıdır orada avtomobil sürmə, elə başlıca da mənim. Biz hazırda ancaq simulyatorlarda sürə bilirik, amma siz onu reallaşdırmısınız. Özdə öz avtomobilinizlə M-lə. Necə idi? O Nürburgring maraqlı mövzudur. Açığı mənim də xəyalımdır. Necə ki bütün gəlin bu kütləni şərti olaraq petrolhead kütləsi adlandıraq. Necə ki bütün petrolheadların yəni xəyalıdır və ya məqsədidir və ya marağıdır. Nürburgringi görmək, orada avtomobil idarə eləmək, oranın mühitini, atmosferini hiss eləmək. Mən də o siyahının içində idim. Açığı bu plan çoxdandan beynimdə idi. Dediyim kimi uzun illərdir sadəcə onu reallaşdıra bilmirdim. Bunu elə əvvəlki maşınımla avtomobilimə eləmək fikrində idim. Bu maşının qismət oldu. Fikirləşirəm ki, elə yaxşı ki, bu da oldu. Ümumiyyətlə bu səyahətin yəqin ki, əsas məqsədi Nürburgringə gəlib çatmaqdır. Baxmayaraq ki, həm yolda çoxlu maraqlı məqamlar oldu, ora çatmamış və ondan sonra maraqlı məqamlar oldu, amma Nürburgring yəqin ki, məqsəd olduğuna görə ən pik nöqtəsi idi. Çox şey danışmaq olar əslində Nürburgring haqqında. Oranın atmosferi, o belə deyim də, bizim fikrimizdə, bizim maraqlarımızı bölüşən bir adam gedib ora çatanda başa düşür ki, bura mənim yerim. Yəni öz cənnətinə düşür. Bəli, bəli. Ümumiyyətcə Azərbaycanda təəssüflər olsun ki, hələ ki normal trek olmadığına görə bizdə ümumiyyətcə trek mədəniyyəti yox. Trekə gedib həftə sonu orada yığışıb müəyyən bir avtomobillərin yığıntı nöqtəsi belə bir yerimiz yoxdur. Görüş nöqtəsi yoxdur bizdə. Mədəniyyətlə tanış deyilik. Əslində demək olar ki, bütün ölkələrdə, belə deyim də, bizə yaxın olan ölkələrdə biz özümüzü müqayisə etdiyimiz ölkələrdə yəni trek var və treklər var. Trek var, həmin dediyiniz mədəniyyət var. Və əslində Nürburgring o treklərdən biridir sadəcə. Sadəcə o treklərin içində ən maraqlısıdır, belə deyək. Və mən danışacağım şeylər, orada gördüyüm şeylər əslində siz çoxlu treklərdə görə bilərsiniz. Yəni o hava, o atmosfer, çoxlu fərqli avtomobillər, çoxlu yığılmış avtomobillər, avtomobil həvəskarları. Bunu biz bir çox treklərdə görə bilərik. Sadəcə biz Nürburgringdə bunun apogeyidir. Nürburgring bizim üçün pikdir. Yəni hamı tərəfindən tanınır, əfsanələşmiş bir yerdir. Yəni zaten ikinci adda belə deyək, yaşıl cəhənnəmdir. Bəli. İndi bütün Nürburgringin böyük bir tarixi var. Yəni 1930-cu illərdən fəaliyyət göstərən, o vaxtda tikilən bir trastı, trekdir. Bir dənə trekdir. Ətrafında çoxlu kəndlər var. Deyək, şərti olaraq 20-yə yaxın kənd var və o 20 kəndin həyatı bu trekə həsr olunub belə deyək və hər şey o treklə bağlıdır. Ona görə müəyyən bir ölkə, Almaniya müəyyən bir ərazisidir ki, yəni orada belə avtosport, avtoidman abu-havası var. Tək trekdə yox. Yəni bu trekin özəlliyi, marağı tək trekdə sürmək deyil. Oranın elə ətrafını gəzmək, o abu-havanı görmək, adi bir dənə kənd, Avropa kəndindən sonra əlbəttə söhbət gedir, amma kənd yollarında hansısa çox nadir maşınları görmək, bu əlbəttə kifayət emosional və maraq doğuran bir məqamdır. Plus bir dənə də maraqlı bir şey nədir? Bunu görəndə, hiss edəndə bunun özəlliyini və keyfini adam başa düşür. Realda yaşayanda bir nöqtədə eyni fikirdə, eyni maraqda olan böyük bir kütlənin yığılması, xüsusilə Azərbaycanda bu istiqamət çox da inkişaf eləməyib deyə
həm fikir adamları tapmaq biraz çətindir. Ora sən gəlirsən və görürsən ki, sən kimlər orada çoxdur, minlərlə adamdır. Minlərlə adam buna yaşayır, uzun məsafələr qət edirlər ki, gəlib o trekdə avtomobil dərəcəsində. Başda nümunəsiz ta Azərbaycandan Almaniyaya. Bəli. Ora mən istədim ki, bütün Avropadan insanların gəlməyi məlumdur. Bəli. Amma orada Amerikadan da gələnlər var idi, Çindən də gələnlər var idi, ərəb ölkələrdən də gələnlər var idi. Bir qardaş gəlmişdi Kaliforniyadan və Kaliforniyada bir dənə qanun var. Qabaq nömrəyə ehtiyac yoxdur. Bəli. Tək arxa nömrə ilə maşını idarə etmək olar. Almaniyada qanunlar ölkəsidir. Deməli adam gəlib trekə girmək istəyir, ona icazə vermirlər ki, bəs sənin qabaq nömrən yoxdur. Almaniyada mütləq şəkildə sən bu girirsənsə, qabaq nömrə olmalıdır. Və şu maraqlı bir dənə orada mübahisə mövzusu oldu. Axırda buraxdılar. O ölkəmə o boyda Amerikadan yol gəlmişəm. Buna görə buraxmırsınız. Yoxdur, yoxumdur ikinci nömrəm. Neyim mən? Axırda buraxdılar amma. Bu belə maraqlı bir dənə məqamıdır. Buyurun, sualınızı verin, mən cavablandırım. Çünki əslində danışmaq həddindən artıq çox şeylər var. İstər-istəməz çox genişdir. Sorğu-sual formatında eləyək. Trekdə sürəndə hisslər necə idi? Yəni trekdə başladınız, ilkin hiss, trekdə birinci gününüzdə. Siz də özdə səhv eləmirəmsə bir neçə dəfə sürmüsünüz o trekdə, yəni bir neçə gün ard-arda. Necə idi? Nəticə necə oldu? Ümumi sürüşdə hissiyat, rəqiblər, sürət. Gəlin hissiyatdan başlayaq. Birinci trekə çıxdığım, yəni açığı sözlə belə deyim də, təsvir ediləsi, ifadə olması bir şey deyil. Mən çünki saatlarla, 10 saatlarla, bəlkə də 100 saatlarla YouTube-da, başqa bir platformalarda trekdə sürüşlərin videosuna baxırdım, izləyirdim, başqa avtomobilin sürüşlərinə, məşhur idmançıların və s. Və özüm o yolda sürəndə əlbəttə çox, yəni həmişə nəyəsə şəkildə və ya videoda baxırsan, bir dənə nöqtədə gəlirsən, görürsən ki, özüm oradayım. Yəni bu çox maraqlı bir dənə hissdir. Bir dənə də məqam ondan ibarətdir ki, treki mən belə videoya baxıb az-maz olsa da tanıyırdım döngələri filanı, amma sən demə video heç trekin abovasını ötürmür. Heç. Çünki orada döngələrdən əlavə hündürlük fərqləri də var və o hündürlük fərqləri sən enişlər, yoxuşlara çox böyük sürətlə girəndə 200-dən sən enişdən reski yoxuşa qalxanda o elə preqruskalar verir ki, elə emosiyalar verir ki, onu yəni videodan heç cürə alınmaq mümkün deyil. Yəni ki, birinci emosiyalar o idi. Yəni euforiya, nəsə belə bir şey. Təmiz xoşbəxtlik. Bəli, bəli. Hətta mən ailə üzərindən getmişdim. Yəni ki, məni tanıyan adamlardı, yaxın tanıyan adamlardı. Mənə dedilər ki, biz səni heç vaxt belə xoşbəxt görməmişik. Yəqin ki, elədik var. Növbəti sual nə idi? Demək, nəticə dedi. Əslində mənə çox adam bu sualı verir ki, nəticə nə oldu, neçə saniyə sürdün və s. Nürburgringdə trek deyirlər olur. Ümumiyyətcə belə deyim də, rəsmi tədbirləri qoysan qırağa, hansı ki, hansısa reyslərdir, hansısa müsabiqələrdir və s. onları qoysan, onlar öz yerində orada keçirilir. Trekdir, əlbəttə ki, onun rəsmi tərəfi var. Yəni əvvəllər Formula 1 də orada keçirilirdi. Bəli. İndi Formula 1 çox təhlükəli olduğuna görə artıq keçirilmir. Rəsmi tədbirləri qoysan qırağa, iki cürə sürüş növü var. Yəni sən qıraqdan gələn bir adamsansa, lübitlisənsə, belə deyim, həvəskar bir sürücüsənsə, iki cürə orada sürə bilərsən. Biri şərti olaraq adlandırılan trek deyirlər var, trek günləri. Onun üçün sən abonement almalısan illik. Oradakı qiymətlərə baxsan elə də bahalı bir şey deyil. 3000 avrodur illik. Azərbaycan qiymətlərinə baxanda adama biraz şey gəlir, amma orada sürən adamlar elə maşınlar sürürlər. Belə deyim, onlar biz belə baxdığımız avtomobillər alıb onu trekə uyğun yığırlar. Yəni o çox böyük məbləğlərdən söhbət gedir. Onlar üçün o 3000 heç nədir. Və obyektiv olaraq həqiqətən abonement, yəni sənə daimi olaraq gündə limitsiz sürüşlər imkanı verir. Yəni ona görə bu yəni qiyməti ödəmək əslində olar. Trek deyirlərdə avtomobil sayı limitli olur və trekdə xüsusi qanunlar, yol qaydaları tətbiq olunmur. İndi deyərəm bu sözü nə üçün xatırlatdım. Trek deyirlərdən əlavə turist günləri, şərti olaraq onlar belə adlandırılır, turist günləri. Həmin günlərdə gün deyəndə bu əslində bir gün içində rəsmi tədbir də ola bilər, trek day də ola bilər və turist sürüşü də ola bilər. Bu sadəcə saatlara ayrılır. Yəni tutaq ki, 2 saat ayrılır turistlərə. Turist sürüşü zamanı istənilən bir adam istənilən avtomobillə əslində, yəni B kateqoriyaya aid avtomobillə 30 avro, 35 avro deyib trekə gedə bilər, daxil ola bilər və həmin günlərdə trekə belə deyim, bir xeyli avtomobil gedir və sən orada hər hansı bir performans göstərmək demək olar ki, mümkündür. Yaxşı performans. Yəni sürə bilirsən, emosiyanı ala bilirsən, başqaları ilə yarışa bilirsən,
Amma vaxta gəldikcə əlbəttə qabaqda kimsə arası gəldi, girdi, müəyyən bir hadisə törətdi. Sarı bayraq hamı sürətlə endirir 50-yə, 60-a və bu bu treki 21 kilometrdir. Yəni 21 kilometr ərzində bu 2-3 dəfə təkrarlana bilər. Əlbəttə ki, orada hansısa sırf vaxt nəticəsindən söhbət gedə bilməz. Amma emosiya cəhətdən əksinə mən düşünürəm ki, yəni boş trekdən sürməkdənsə, ikincisi yarışmaq qat-qat başqa emosiya verir. Çünki hamı maksimum dərəcədə, yəni nə qədər bacarırlarsa bərk sürürlər, sürətli sürürlər və böyük bir dənə potokun içində 200 plus sürətlə getmək döngələrdə bu başqa bir emosiyalardır. Bayaq qaydalar haqqında dedim. Turist sürüşü zamanı bu nə qədər maraqlı və qəribə olsa da, Nürburgring adi Almaniya yolu sayılır. Sadəcə ödənişli bir yol sayılır. Yəni Almaniyada tətbiq olunan yol qaydaları həmin zamanı orada da tətbiq olunur. Yəni sən sağdan ötmə eləyə bilmərsən. Mütləq şəkildə solda eləyirsən. Nə bilim, drift eləmək olmaz. Sən tutaq ki, motosiklet idarə edirsənsə, villi eləmək olmaz. Yəni bir təkəri qaldırmaq olmaz. Və sair və ilaxır. Və hadisə zamanı da baxmayaraq ki, hamı orada çox böyük sürətlə avtomobili idarə eləyir. Hadisə zamanı sığorta şirkətləri və ya polis artıq müdaxilə eləyirsə sonra, yəni sonrakı proseslərə, yəni kim düzgün olub, kim səhv olub məsələsi Almaniya adi yollar qaydaları ilə həll olunur. Bu maraqlı bir dənə nüansdır. Bunu çox adam bilmir. Ümumiyyətlə Almaniyanın avtobanlarında sürət limiti yoxdur deyə bu artıq faktiki olaraq Almaniya avtobanına çevrilir. Bir suala daha verim. Trekdə özünü necə apardı? Nə çatışmadı, nəyin daha yaxşı olmasını istəyərdiniz? Yəni gördünüz ki, hə, bu daha yaxşı ola bilərdi. Əslində mən bu məqam çox təəccübləndirdi. Mən başa düşürdüm ki, stok maşından xüsusi nəsə performans gözləmək lazım deyil. Stok deyəndə mən motoru adını nəzərdə tutmuram. Aydın məsələ ki, bu cəhətdən stok deyil. Amma biri var, maşını mühərrikin gücünü artırırsan, nə bilim, hansı görüntü cəhətdən nəyisə dəyişirsən. Biri var, sırf trek üçün yığılma maşınlar. Bu çox əhəmiyyətlidir. Və trek üçün qoyulan əlavə avadanlıqlar, əlavə hansısa aqreqatlar, yüngülləşdirmələr olsun. Bəli, tormoz sistemi, askı sistemi, onlar sırf trekdə biz onu şəhər sürüşündə hiss eləmərik. Fikirləşirik ki, onu biraz dəyişdi, qəti hiss elədik. O onun özünü göstərir trekdə. Böyük sürətlərdə uzun müddət ərzində maşını belə deyək, çox sərt rejimdə idarə etdikdə bu modifikasiyalar özünü o zaman göstərir. Və o cəhətdə mən başa düşürdüm ki, mənim maşınım stok maşındır, stok tormoz sistemi, stok askı sistemi və başa düşürdüm ki, yəni bundan çox şey gözləmək lazımdır. Amma maşın sözünü çox yaxşı göstərdi, maşallah. Mən çox razı qaldım. Hansısa məqamlarda mən deyə bilmirdim ki, mən maşından çox bacarıram. Yəni mən bacardığımı maksimum dərəcədə bu maşında, yəni göstərə bilirdim. Orada həm də şinlər çox əhəmiyyət daşıyır. Yenə də biz bunu məsəl üçün adi həyatda heç hiss eləmirik. Amma şin qızanda və ya soyuq olanda 2 dənə fərqli bir maşın idarə edirsən. Yəni qızmış şinlə 10 dəqiqə sürəndən sonra böyük sürətdə pavarotlardan şinin temperaturu çatır 50 dərəcəyə, 60 dərəcə indi baxır vəziyyətə. Və şin olur rezing saqqız kimi və yola elə yapışır ki, yəni maşın özünü tamamilə başqa cür aparmağa başlayır. Bu cəhətdə məsəl üçün mən əksər təzə tərəflərini gördüm, maşının təzə tərəfini gördüm. İkinci dəfə tanıdınız avtomobili. Bəli. Yəni bu cəhətdə maşın sağ olsun heç məni hansısa məqamda necə deyirlər, darda qoymadı, üzmədi. Yəni mən performansından tam razı idim. Xüsusi nəzərə alsaq ki, bu kabriodur. Kabrio əslində kabrionun trek üçün adətən istifadə eləmirlər. Amma özünü çox yaxşı göstərirdi. Xüsusilə belə deyim, dam açıq olanda çəki mərkəzi aşağı düşür. Arxaya gəlir. Bəli. Və aerodinamika cəhətdən o qədər mükəmməl olmasa da, amma döngələrə çox mükəmməl girir və hətta daha maraqlı girir, nəinki bağlı damla. Ona görə mən təzə ilk dairələrdə, dövrlərdə bağlı damla sürsəm də, sonra hava imkan verdikcə damı açırdım və daha çox. Trekdə açıq damla. Bəli. Xüsusilə açıq damla olan maşınları orada çox da ciddiyə almırlar. Və gəldilər ki, mən rahat bu maşına keçəcəyəm. Və sən müqavimət göstərəndə çox maraqlı reaksiyalar olur. Çünki gözləmirlər ki, bu maşın belə gedə bilər. Nürburgringdən də danışdıq. Ümumilikdə bu ölkələr içində marşrut boyu yolda ən yadda qalan və ümumilikdə hansı ölkənin yollarını daha çox bəyəndiniz?
Mən açığı bu səyahəti lab qoysa qırağa, xaricdə bir xeyli səyahət keçirmişəm və adətən çalışıram onu avtomobil səyahətlərini formatına keçirdim. Tək Avropada yox, başqa dünyanın başqa da yerlərində, yəni avtomobili idarə etmişəm. Ona görə yolların keyfiyyətini, yolların marağını müqayisə eləməyə bəlkə çox da təvəzzökar səslənmir, amma kifayət qədər təcrübəm var və çox adam fikirləşir ki, Almaniyanın yolları yəni mükəmməl yollardır, yəni avtoban filan cəhətdən Almaniya yolları 100% ki, keyfiyyəti yaxşıdır. Avtomobillərin belə deyim də, keyfiyyət səviyyəsi bir plankadır bir məna olaraq, amma mən yaxşı yollardan söhbət gedirsə, yəqin ki, mən bu marşruta ən azından Türkiyəni deyərdim. Türkiyənin həm asfalt örtüyü, həm yol infrastrukturu çox yaxşıdır. Çox mükəmməldir. Yolda maraqlı, amma yaxşı maraqlı demək deyil. Maraqlı yollara gəlmişkən isə, yəqin ki, petrolhead üçün maşın idarə etmək başlayan adam üçün maraqlı hansı yol ola bilər? Bu adətən serpentin yolları olur, dağ yolları. Serpentin yol olmalıdır, yaxşı asfalt olmalıdır. Adama prinsipi bu bəs eləyir. Ona görə səyahət zamanı marşrutumuz 16 ölkədən keçib. Dağ yolları Gürcüstanda da var idi. Sonra Albaniyada da var idi, Makedoniyada da var idi, Avstriyada da var idi, Almaniyanın özündə də var idi, İsveçrədə də var idi, İtaliyada var idi. Yəni dağ yolları, serpentinlər əslində marşrutda çox idi. Yəqin ki, o peyzaj cəhətdən İsveçrəni qeyd eləmək olar. Amma İsveçrəni hamı bilir. Hamı bilir ki, İsveçrə gözəldir, yolları qəşəngdir, serpentinləri qəşəngdir. İsveçrə haqqında çox adam danışır. Mənim üçün məsəl üçün sürpriz Şərqi Avropa oldu. Albaniya, Makedoniya, yəni maraqlı yollar var idi orada, kifayət qədər sürüləsi yollar belə deyək. Yeri gəlmişkən çox adam dedi ki, Bolqarıstanda çox da yollar yaxşı deyil, maraqlı deyil. Belə deyil. Bolqarıstanda yaxşı yollar var. Xüsusi olaraq Bolqar sürücüləri, yəni kifayət qədər sürən sürücülər çıxıb və yolda onlarla da sürmək adama ayrıca həzz verirdi. Qeyd olunması yəqin ki, Şərqi Avropa ölkələridir. Biz o istiqamətlərə Azərbaycanlılar çox da səyahət eləmir. Amma əslində bu yeri gəlmişkən bu marşrutda mənə qismət olmadı. Mən paylaşdırırdım. Rumuniyada məşhur bir dənə serpentin yolu var. Mən onun adını qoyuram ki, yəni ki, adını bilirəm amma səhv demək üçün ümumiyyətcə deməyəcəm. İndi Emil yəqin ki, montajda onu orada yerləşdirəcək adını sizlər üçün. Və hətta o yol Avropanın ən gözəl, ən maraqlı sürüş üçün olan yolu sayılır Rumuniyada. Yəni sözüm odur ki, biz Şərqi Avropaya çox da maraq göstərmirəm ki, amma şəxsən mənim üçün Qərbi Avropadan qat-qat daha maraqlı, qat-qat daha fərqli təəssüratlar verə biləcək ölkələrdir və yollardır. Gəzməyə dəyər. Əsas da öz maşınınızdan. 100%. 100%. Azərbaycan maşınını bu ölkələrdə görəndə çox təəccüblə qarşılayır. Həqiqətən adamların reaksiyaları nə oldu? Azərbaycan nömrəsini görürlər. Çox fərqli. Yəni Nürburqun özündə, yəni ümumiyyətcə Azərbaycanı 15 il bundan əvvəl xaricdə elə də yaxşı tanımırdılar. Yəni ki, hətta adını səsləndirəndə Azərbaycan deyirlər, yəni heç adını normal səsləndirə bilmirdi, təəssüf ki. Hazırda bu əlbəttə ki, bu belə deyil. Azərbaycan artıq belə deyim, tanınır və Nürburqun özündə, yəni insanlar maraq göstərirdilər. Soruşuldu ki, oradan özünüz gəlmisiniz yoxsa? Nürburqringdə çoxlu xarici maşınlar var. Avropadan heç özləri gəlirlər, amma uzaq ölkələrdən adətən bunu hansısa nəqliyyat vasitəsilə göndərirlər. Yəni mən deyəndə ki, özüm gəlmişəm və sorumlar çox böyük təəccüb yaradırdı. Əsasən belə maraqlı suallar sərhədlərdə yaranırdı. Məsəl üçün gecə vaxtı deyəsən Makedoniyadan Albaniyaya keçirdim. Hansı bir serpentin bir də yolda səyahət məntəqəsi vardı, balaca. Yəni əsas səyahət məntəqəsi deyildi. Yəni orada məsələn çox böyük maraq yaratmışdı ki, Azərbaycan maşını burada Albaniyanın, Makedoniyanın sərhədində nə edir? Yəni ki, maraqla qarşılanırdı təbii olaraq. Yəni gözlənildiyi kimi maraqla qarşılanırdı. Son suallarımızdan biri də Furkapasa da getdiniz. Yenə petrolheadlərin favori yerlərindən biri. Ora necə idi? Orada mənim üçün açığı bu necə ki Nürburgring müəyyən bir tripin məqsədi idi. Məqsəd deyəndə control point. Məsələn, uşaqlıqda biz oyunlar oynayırdıq. Need for Speed və s. Trekdə müəyyən bir yerlər olmalıdır. Sən mütləq ora gəlib dəyməlisən. Furkapas da onlardan biri idi. Furkapas İsveçrədə yerləşən, fərqədən məşhur olan bir aşırımdır. Elə Furka aşırımı kimi tərcümə olunur və o da petrolheadlərin bütün Avropada olan petrolheadlərin müəyyən bir gediləsi yeridir. Ora görmək lazım oranı. Bəli. Onun həm yolları çox gözəldir, sözü yox. Həm də ki, müəyyən bir-iki dənə nöqtə var, hansı ki, mütləq gəlib orada hamı şəkil çəkdirir, nəsə bir video çəkir. Məsələn, onlardan biri Furkapasda olan Belvedere
ateliyedir. Məşhur James Bond filmində çəkilmiş. Hazırda düzü fəaliyyət göstərir. Fəaliyyət göstərmir, təəssüf ki. Təəssüflər olsun. Belə, yəni Furkapas bu gedib ziyarət etmək lazım olan yerlərdən biri idi. Mən qismət oldu orada getdik. İsveçrənin, İtaliyanın sərhəddə yerləşir demək olar ki. Belə, yəni maraqlıydı, soyuqdur ora. Baxmayaraq ki, Əyninizi qalın giyin. getmişdim, bəli, hündürdə deyə, yəni temperatur məsələn aşağıda 20 dərəcəyə yaxındırsa, yuxarıda 6, 7, 4 dərəcə idi belə gecə vaxtı. Bundan sonra hara səyahət planı var? Növbəti yenə başqa bir trek gələcəkmi, yoxsa? Açığı deyim, mənlik olsa mən daimi olaraq Nürburgring istiqamətdə gedərdim. Sadəcə bu səyahət vaxt cəhətdən fərqədar, çox vaxt aparır və aydın məsələdir ki, real həyat var. Bunun iş məsələləri var, nə bilim, ailə məsələləri var, yəni rutin məsələlər var, hansı ki, yəni büdcələri lap qoysan qırağa, hansı ki, o da vacib bir məsələdir. Vaxt cəhətdən məsəl üçün bu səyahət məndə 2 hissəyə bölünmüşdü. Mən hardasa 1 aya yaxın 26 gün ərzində gedib Milana çatmışdım. Ondan sonra isə maşını orada saxlamışdım. Bakıya qayıtmışdım işlə bağlı. Hardasa 2-3 həftə Bakıda keçirtdim, sonra yenə qayıtdım və ikinci dəfə yenidən Nürburgringə getdim. Yerə gəlmişkən və cəmi hardasa bu 45 günə yaxın bir vaxt apardı mənə. Yəni bu səyahət ümumi olaraq məndə 10.800 kilometr. Yox, üzr istəyirəm, 10.400 kilometr məsafə oldu səyahət. 45 gün, 16 dənə ölkə. Yenidən nə vaxtda planlaşdırıram, imkan olanda mən hazır. Yəni bir təklif verin gedək. Əsas odur ki, kampaniya olsun. Əsas odur ki, istək olsun, istəyəmişə var. Bir dənə vaxt cəhətdən bunu orqanizasiya eləmək, təşkil eləmək biraz çətindir. İnşallah tək xeyirli uğurlu olsun. Siz gedin, biz yenə intervyularda görək sizə. İnşallah. Son sualımıza da gələk. Avtomobili stage elədiniz. Ümumilikdə tune eləməyə düşüncəsinə hardan gəldiniz və stagedən sonra performans rəqəmlərində necə artım oldu? Məsələn, 100-200 sürətdən məsələn necə bir dəyişiklik oldu? Bu tune eləmək hardan fikir yaranır, maraqlı sualdır. Belə deyim, ümumiyyətcə müəyyən bir avtomobil alınır və sən bilirsən ki, sən bu avtomobildən daha çoxunu avtomobilin təhlükəsizlik cəhətdən, onun uzun müddət, yəni mühərrikin və ya başqa bir hissələrin təhlükəsizliyi və uzun ömürlüyü cəhətdən nəyisə itirmədən avtomobildən daha çox performans, daha çox nəticə əldə edə bilərsən. Yəni bu fikir səndə varsa, bunu niyə də reallaşdırmırsan? Və sual yaranır ki, bəs bu kimdəsə bu sual yarana bilər ki, əgər daha çox performans almaq mümkün olsaydı, yəqin ki zavoddan tətbiq eləyərlər, amma təəssüflər olsun ki, təəssüflər deyəndə bu əsaslı bir şeydir əslində. Təəssüflər olsun, burada düzgün sual deyil. Əksinə, yaxşı ki, bu imkanlar qalıb. Amma müəyyən ekoloji bir limitlər var. Tək karbon bura qazlar cəhətdən yox, yəni məsəl üçün benzin sərfiyyatı cəhətdən və biz onu məsəl üçün avtomobilin daha çox benzin sərfiyyatına razılıq veririksə, onun ad gücünü, performansını da artıra bilərik. Müəyyən çox xırda əlavələr, dəyişikliklər eləməklə, əlbəttə qanun çərçivəsində, əlbəttə müəyyən bir standartlar çərçivəsində bunu reallaşdırmaq olar. Sadəcə bir proqram təminatı dəyişməklə və ya xırda bir ehtiyat hissələrdə əlavələr, dəyişikliklər eləməklə. Bu avtomobildə Emil artıq danışdığı kimi mühərrikdə də müəyyən dəyişikliklər olunub. Yenə də o uzun ömürlüyü və can rahatlığını təmin etmək üçün bu dəyişiklikləri eləmişəm. Əslində hazırda olan proqram təminatı, yəni bundan qat-qat artıq bir şey eləmək olar. Hazırda 550 ad gücüdür. Mühərrikdə elədiyim dəyişikliklərlə, yəni forged, covenant belə deyək də, qalışlar, şatunlar və crank hub'ı da dəyişmişəm. Yəni bunları nəzərə alsaq, deməli 700-ə, 650-yə qədər rahat təmiz stage 3 proyekt çıxarmaq olar. Çıxarmaq olar. Yəni çox şey eləmək olar əslində. Sadəcə açığı buna bir ehtiyac bu da görmürəm. Xüsusilə bizdə silməyə də şəraitimiz yoxdur. Performans cəhətdən bəli, dəyişiklik var bir mənalı olaraq. Bunu əsasən 100-200 sürətlənmədə biz görə bilirik. Stokda bu avtomobil şəraitdən asılı olaraq, hava temperaturundan asılı olaraq 100-200, 10.6-11 saniyə arası gedirdisə, indi 7-9, 7-8 gedə bilər. Plus 100 at gücü ilə artıq neçə saniyə sürətdə olur. 100 at gücü böyük bir fərq edir. Amma mən deyə bilmərəm ki, stokda olan at gücü bəs eləmir.
Trekdə sürüş üçün bu da bəs edir. Yəni ki, drift eləmək üçün o da bəs edir. Hə, sən müəyyən yarışmalara çıxırsansa, kimləsə yarışmaq istəyirsənsə, özünlə bəzən adam yarışmaq istəyir. Yəni ki, deyir ki, mən 2 saniyə mənə azdır, mən istəyirəm 6, 5 daha sürətli olsun. Hə, o cəhətdən əlbəttə artım eləməyə dəyər. Amma bu avtomobillər, F-kuzovlar, yəni onlar zavoddan artıq çox balanslı gəlirlər və mühərrikin gücündə hansısa sən əskiklik görmürsən, hiss eləmirsən. Mənim fikrimcə. Yəni də fikirlər fərqli ola bilər. Təbii ki, biz öz obyektiv fikrimizi bildiririk. Yəni bizim ölkəmizin şəraitini nəzərə alsaq, sürə biləcəyimiz yolları nəzərə alsaq, yəni 450 artıq ki belə bəs edir. Xüsusilə mən açığı ictimai yollarda nəqliyyat, yəni ictimai nəqliyyat olan, yəni adi nəqliyyat olan yerlərdə sürətli sürüşdən əleyhinəyəm. Yəni bunun üçün xüsusi yerlər olmalıdır ki, heç kimin narahatçılığına bir səbəb olmayasın. Nə heç kim riskə atılmasın, nə narahatçılıq olmasın. Bəli, həm biz necə bu standart sözlər olsa da və adama elə gəlir ki, bu təbii bir mövzudur. Bu təhlükəsizlik, ətrafdakılara hörmət və narahatçılıq yaratmamaq mövzusu. Amma təəssüf olsun ki, bizim cəmiyyətimizdə böyük bir kütlə var ki, buna lazımlı diqqət yetirmir və bu 10.000 yəni haldan birində hansı fəsada gəlib gətirir. Amma o gətirməyə də bilərdi. Və nəyə görə sıfıra endirmək olar. Bizdə yenə biraz başqa bir mövzuya biz yol açırıq. Yəni mənim çox böyük bir arzumdur ki, Azərbaycanda da bizdə avtoidman üçün şərait yaradılsın və avtomobillərə, avtoidmana marağı olan adamlar təhlükəsizlik qaydaları qorunan bir yerdə, heç kimə narahatçılıq yaratmadan, heç kimə maneçilik yaratmadan öz legitim maraqlarını, həvəslərini yaşaya bilsinlər və icra edə bilsinlər. Yəni ki, bu çox gözəl bir şeydir əslində. Bu da bir idman növüdür. Bəli. Baxmayaraq ki, Azərbaycanda avtomobillərə maraq, təəssüf olsun ki, çox vaxtı belə əyləncə kimi, əyləncə növü kimi, bəzən hətta biraz belə uşaq bir marağı kimi, əyləncəsi kimi qiymətləndirilir. Əslində bu belə deyil. Yəni biz Azərbaycandan istənilən bir istiqamətə xaricə çıxsa, görəcəyik ki, avtomobil idmanı çox ciddi bir idman növüdür və onun inkişafı varsa, şərait varsa, maraqlananlar da çox olur. Bu həm iqtisadiyyata bir fayda gətirir, həm yollarda olan təhlükəsizliyə də fayda gətirir. Yəni hər tərəfli bu pozitiv bir şeydir. Bəli. Ona görə fikirləşirəm ki, yəni böyük bir arzumdur ki, nə vaxtsa bizim ölkəmizdə də Nürburgring kimi bir əfsanə elə də trek olmasa da bir trek olsun. Nəsə bir trek olsun. İnanın ki, çox adam bəlkə fikirləşir ki, bu bizdə heç kim buna məşğul olmur. İnfrastruktur olandan sonra, şərait olandan sonra məşğul olanlar da ildən-ilə artacaq. Zaten 5 ildən sonra baxarsınız ki, böyük bir istiqamət olacaq. Zaten ölkəmizdə yetəri qədər trek avtomobilləri günü-gündən artır. Yəni performans avtomobilləri də var. İstər M olsun, AMG olsun, trek yönümlü avtomobillər də, Porsche-lar da günü-gündən artır. Bir dənə sürməyə gözəl trek olsa, çox gözəl olacaq hər şey. Tamamilə razıyam. Trek istəyirik. Tamamdır Qalib bəy. İntervyumuzda iştirak etdiyinizə görə çox sağ olun. Siz sağ olun dəvətə görə. Biz də keçək bu gözəl sürüş testinə. Bu məqama qədər izləyənlərə də təşəkkür Ayrıca təşəkkürlər. Sağ olun, gələn görüşlərədək. Siz sağ olun. Çəkilişimizdə məkan dəstəyinə görə isə OMC Qaraja təşəkkür edirik. Yəni burada Instagram səhifələri sizlər üçün burada çıxacaq. Gəlib avtomobillərinizi yuya da bilərsiniz, detailingdən də yararlana bilərsiniz. Premium avtoyuma. Bizə də gözəl məkan ayırdılar. Tam Need for Speed Underground vibe-ında. Hal-hazırda egzoz sistemimiz qəşəng isti olandan sizə avtomobilimizin səsini də dinlədim. Göndərin gəlsin. Yetərlidir. Bu egzoz səsi, bu sistem tamamilə stokdur. Competition'da belə qəşəng poplar var, belə qəşəng səs çıxır. Tam stok egzozdan qəşəng səs alırsınız siz. S55-in səsi çox özüdür. Öndəki avtomobilin nömrələrindən də görürsünüz ki, biz sürüş testimiz ərzində Gürcüstandayıq. Normalda videonun əvvəlini, gördüyünüz intervyu, incələmə hissəsinin ilk başlarını biz Bakıda çəkdik. Sonrasında avtomobilimiz səfərə getdi. Biz də baxırıq ki, yenə biz sürüş testini tutuzduramırıq. Videomuz natamam qalır. Bəs bu videonu biz necə paylaşacağıq? Ona görə də eləmə tənbəllik gəldik Gürcüstana. Kontent üçün gəldik. Həm sizlərə keyfiyyətli kontent təqdim eləyək, həm də ki, videomuz tamamlansın.
Heç nə, M4 F83 bu avtomobili çoxdan çəkmək istəyirdik. Competition, yəni M4 də mənim ən sevdiyim avtomobillərdən biridir. Çox maraqlıdır mənə. Düşünürəm yavaşdan biz qazımızı verək də. ...17 kilometr dəhşətli sürətlənir. S55-in səsi, avtomobilin yolu tutması, переключениyalar, dəhşət. İndi bir çoxlarına maraqlı olacaq S55-in Stage 2 F83-ün yanacaq sərfiyyatı nədir? Bu avtomobildə yanacaq sərfiyyatımız şəhər içi hardasa 14-15 litr, trasda da minimum 9 litrdir. Buna səbəb olan amillərdən biri avtomobilimizin arxa təkərlərinin daha enli olması, zavoddan fərqli parametrdədir. Ondan da əlavə olaraq bu avtomobil qaza çox meyillidir, yəni qaza çox bağlıdır. Nə qədər qaz versəz, ona uyğun da sərfiyyatınız artacaq. Adi BMW-lərdə biraz qaz verirsiniz, çox da təsir edəmir. Sistem biraz fərqlidir, amma bunda nə qədər çox qaz versəz, sərfiyyat da anında artır. Avtomobilimizdə dediyimiz kimi tune da var. Stage 2 tune hardasa 550 at gücü, 700 Nm-ə yaxın tork verir bizə. Boot modun tune'udur bu. Boot mod 3. Tunerlər, tuningdən anlayışı olanlar təbii ki, bildi artıq söhbət nədən gedir. Və avtomobilimizdə yalnız 98 oktanlı yanacaqdan istifadə olunur. Və bu gözəlin yürüyüşü nədir desəz, 40.371 km. Çox qəşəng səsi var. Bəli, 40.000 km yürüyüşü var. Avtomobil sahibi gücləndirmələr etmək üçün vkladışı, krankabı, videonun əvvəlində saydığımız detalların hamısını dəyişib ki, mühərrikimiz daha dözümlü olsun və tuning potensialı daha da artsın. Tuning zamanı heç bir problem yaşamasın. S55-i mən çox bəyənirəm. Səsi də çox gözəldir. Performansı da. Ümumilikdə bu avtomobilin gedişi bir başqadır. İndi yenə maraqlı hissəmizə başlayaq. Bir dənə downshift. ...19 kilometr dəhşət, külək səsi. Biz şüşələri açıq qoymuşuq ki, siz egzozun səsini eşidəsiniz, amma gediş. Çox rahat şəkildə 20 kilometrə çata bilirsiniz də. Hazırki yanacaq sərfiyyatımız 14.3 olduğunu göstərir. Amma bu rəqəm birazdan dəyişəcək. Oyda, bu avtomobillə trekdə nələr eləmək olar? Hazırda sürətlər qutumuz ən sərt keçirmədədir. Burada baxsaz o düyməni görə bilərsiniz. 3 pillədə keçirmə eləyir bizə. 3 ən maksimum, ən sərt keçirmələrdir. Hazırda Tamerlan arxada oturub, orada diferensialın falan işləməsini hiss edir. Bu avtomobildə mexaniki diferensialdır və bunun idarə etməsi ümumilikdə tamamilə başqadır. Nə bilmək, bu gediş çox ləzzətlidir. Avtomobilimizdə MDM modu var və Traction Off var. MDM burada Traction'ı yarım olaraq söndürür. Onda da siz yüngülvarizsə arxasını qaçırmağa falan şərait yaradır. Tam Traction'da da artıq tamamilə Allaha təvəkkül, hər şey sizin əlinizdə olur. Avtomobilin ümumi bu sürətlər qutusu var, bu MDCT. Mükəmməl sürətlər qutusudur. Yəni robot bomba kimi sürətlər qutusudur. Çox qəşəng keçirmələr verir bizə, 7 pilləli dəhşət. Yenə bunun bir hissini yaşamaq lazımdır. M1, M2 düymələrini də artıq videolarda demişik. Bunları tune eləyə bilirsiniz, belə deyə moddaya bilirsiniz. İstədiyiniz rejimi bura basa bilirsiniz. Bizdə M2-də hər şey maksimum Traction Off-dur, amma biz Traction Off eləmirik. 2 2-dən 3-ə keçəndə, yəni avtomobil hələ arxada enli təkərlərlə də yol tutması üçün falan bunlara baxmayaraq 2-dən 3-ə keçəndə şey eləyir. Traction işığı yanır, gücünü kəsir. Yəni siz bundan 10-20 test eləmək istəsəz, nəzərə almalısınız ki, yəni traction sönməlidir. Onda arxasını tutmalısınız belə deyək. O traction orada göstərir ki, yavaş. Gücü kəsdiyini hiss eləyə bilirik 2-dən 3-ə keçirmədə. Stage 2 M4 idealın idealıdır. 16 kilometr, çox rahat. Bu arada askı sistemi bu avtomobilin nə qədər sərt olsa belə, yəni sportik olduğunu nəzərə alsaq, budur və
14 kilometrdən döngəni götürürük, 16 hətta. Çox rahat. Sizə maksimum stabillik verir bu avtomobil. Yəni 19 kilometrdə siz çox rahat dönürsünüz. Mən bu əmin döngəni bir 911-də görmüşdüm. Bir də bu avtomobildə görürəm. Yəni 911-də sizə döngəyə girəndə o əmin hissiyatı verir ki, narahat olma, nəzarət altındadır, sən rahat-rahat yoluna gir. Burada da eyni ilə. Yəni askı sistemi sportda da, komfortda da, yəni sportda elə bu sərtləşir. Amma ona baxmayaraq belə yumşaq hiss etdirir sizə. Komfortda yəni mən o qədər də sərtliyini hiss eləmirəm. Hazırda məsələn sporta keçdik. Sportda artıq daha joski olur, döngələri daha yaxşı götürür. Avtomobil elə emosiya verir ki, mən əli tərləyən adam deyiləm, amma əlimi tərlədir yəni. Mən çoxdan da bu hissi almırdım heç bir avtomobildə. Yəni buna baxmayaraq ki, bu kabrioletdir, bu sadə M4 kupedən daha ağırdır. 1790 kilo kimi bir çəkisi var bu avtomobilin. Buna baxmayaraq çox qəşəng sürətlənir, ideal gedir. M4 üçün ideal bir şey onu stage 1 eləməyinizdir. Luboy M4 istəyir, F82 istəyir, F83, hətta M3 F80 üçün belə idealı onu stage 1 eləməyinizdir. Ən azından stage 1. O ideal olacaq. M2 maraqlı. Hazırda M2 modunda bizdə normalda dediyimiz kimi traction tamamilə off-dur. Avtomobilimizin arxa təkərləri yenə xatırlatma edirəm, normaldan daha enlidir və M2-də bizim full sportda poplarımızı eşidirsiniz. Yüngülvari sürətimizi azaldırıq. İndi 1 verəcəyik, görək özü necə aparır. 20-dən zat. DCT özünü hiss etdirir. Korobka dəhşətli. İndi düşünün ki, biz bununla launch kontrol edirik. Launch kontrolda M2-də launch eləsə, bu dəli divanə. Heç nə gəldi. Avtomobil sahibi deyir ki, bunu yaxşı sürmək lazımdır ki, hiss eləyəsən. MDM modu 2. Korobkanın vurmaları dəhşət. ...22 kilometr sürətlənmək, 10-22 sürətlənməsi çox dəhşətlidir. Yəni, əlimizdə dregimiz olsaydı biz onu ölçərdik, amma kanalın diqqətli izləyiciləri bilir ki, bizim dregimiz 90 M5 incələməmizdə gedib bizimlə sağollaşıb. Amma sizə belə deyim, həqiqətən 10 saniyənin altındadır. Avtomobil sahibi demişdi ki, 7 saniyə civarlarıdır. Həqiqətən o sürət, hissiyat var. Dəhşət, mən bu yaxdan susmuşam. Ay, belə şey yoxdur da mans. Taverlan arxada dəli olub. Avtomobilin verdiyi emosiyalar, elə sürücü olaraq mən müəyyən qədər bilirəm, mən özümü hazırlığı saxlayıram ki, bu dəqiqə bir şey eləyəcək, bu dəqiqə qaçacaq. Amma sərnişin olaraq arxada bilirəm ki, arxada ümid belə yanında oturan daha çox cıya alır. Siz düşünün, bununla drift eləyəsiniz, bununla döngələrin çıxışı. Təbii ki, bağlı məkanlarda, qapalı yerlərdə. Stage 2-də bu təkərləri məhv eləyər, bu təkərlərin qorxulu yuxusudur. M4 F83 Stage 2-də təkərlərin qorxulu yuxusu. Bu avtomobilin adını elə qoymaq lazım. Trek falan da, yəni bununla rahat şəkildə. Mən belə stabillik, yəni sürətdə gedirsiniz və əminsiniz, heç bir əsmə narahatlıq, qorxu yoxdur bu avtomobildə. Yəni yolun səthini lazım olduğu formada hiss eləyirsiniz, necə lazımdırsa və sükan idarə etməsi də superdir. Döngəyə çox ideal şəkildə girir, çox rahat. Bu avtomobili 2 il əvvəl çəkmişdik. Yenə diqqətli izləyicilər bilir. 1-2 dəfə söhbəti keçmişdi. Lakin dedi ki, indi daha keyfiyyətli formada, daha yaxşı görüntü ilə, daha yaxşı sürüşlə sizə bu avtomobili təqdim edir. Həqiqətən M4 F83-ün nə olduğunu görün. Ən çox incələmədə həzz aldığım maşınlardan biri 92 M3 idi. Sonradan C90 M5, amma 92-nin yeri başqa idi. Və bu avtomobildə də kabrio, yəni də kupe kimidir, 2 qapılı da, yəni nə də olsa bu. Və getməsidir, sürətlər qutusu bu avtomobildə olan ən mükəmməl şeylərdən biridir. Bu sürətlər qutusu MDCT, heç nə yox, bu joystickin özü belə PPS deyirlər buna, bu bombadır. Qaldı ki, sürətlər qutusunun keçirmələri çox ideal avtomobildir. Ona görə düşünürəm, indi yenə qazlayaq, son dəfə hissləri yaşayaq və sonradan sizlərlə sağollaşaq. Gətirdik, M2. Mənim ən sevdiyim formada keçirəcəm sürətləri.
döngədə tutmağa bax özünü. Yəni rahat, Uverinli formada qazla döngəyə girə bilirsən də. Yenə 22. Raketa. Güllə kimi gedir bu. Sürətlənməyə bax bir dənə. Biraz basırsan sonra 22, 20-nin üstündəsən. Bu avtomobil zaten stokda da sürətlidir. Bir də Stage 2-də dəhşətizm. Bu avtomobil konkret olaraq trek üçün yaradılıb. M4-ü sürmədən bu avtomobili anlaya bilməzsiniz. Bu avtomobil səndə ola, gözəl bir trek ola. Hər gün çıxıb məşq eləyəsən, sürəsən, idealı verəsən də bundan. Yəni bunun o qədər potensialı var ki, biz məsələn bu dəqiqə öz avtomobilimiz deyil təbii ki, incələmə avtomobili. Biz bunu belə sahibi kimi qorxmadan limitlərinə sıxa bilmərik. Müəyyən qədər ehtiyat eləyirik. Ehtiyat eləyə, o danışığımı itirdim. Ehtiyat eləyə, yəni bu belə hissiyat verir, belə sürüş verir bizə. Dəhşət. Çox qəşəng popları var. Təbii ki, yəni competitionda egzoz trası fərqlidir. Bir də var məsələn M-Performance, o artıq titandan trassadır. Onda səs təmiz başqadır. Yəni kimsə əgər M3 F80, M4 F82 almaq istəyirsə, düşünmədən alın. Mühərrik reliable mühərrikdir, yəni davamlıdır, heç bir belə xəstəliyi, problemi yoxdur. Bir dənə şey var, crank hub. Onu dəyişdiniz. Nə bundan əvvəlki seriya mühərriklər kimi sizə problem yaradacaq, nə bilim qladış, nə bilim başqa bir şey, elə bir söhbətlər yoxdur. Sizə emosiyanı da verəcək, sizə gündəlik də sürə bilərsiniz. Təbii ki, gündəlikdə M4 bir sıra insanlara komfortlu gəlməyə bilər, amma avtomobil sevgisi olan biri üçün onun fərqi yoxdur. Həqiqətən M və ya AMG performans avtomobili sevirsənsə, sənin üçün fərqi yoxdur, bu səni diskomfort eləyəcək və ya bir şey. Gündəliyə nə sürürsən? M4 və ya hər hansısa bir AMG-ni sürürəm. Mükəmməl bir şeydir. Hələ cavansız sürür. Hələ cavansız sürün, bir də nə vaxt sürəcəksiniz? S55 danışır. Ümidvaram incələmə videomuz xoşunuza gəldi. Sizlər üçün maksimum keyfiyyətli kontent, həm avtomobil sahibi ilə intervyu, həm incələmə videosu. Ümidvaram ki, maraqlı alındı. Bəyəndiniz videonu. Belə maraqlı videoların ardını gəlməyini istəyirsiniz və bizim əziyyətimizin boşa getməsini istəmirsinizsə, videonu bəyənin, dostlarınızla paylaşın. Kanala da abunə olun. Sağ olun, salamat qalın. Super maşındır. Sən davam elə, bu dəqiqə video sonrası bizim hissiyatlarımızdır. M4 super maşındır. Düşün, F-Kuza ən legendarlı kuzalardan biridir. Siz bir də düşünün ki, G82 nə edir? S58 orada vəbşə dəli dəhşət söhbətdir. Yəni BMW-nin pis M-i yoxdur. Qardaş, pis M yoxdur. Hansı bir M pis olacaq? Həqiqətən bu avtomobillər özlərinə verilən pulu qəpiyinə qədər haqq eləyən avtomobillərdir. Tuninginə də qoyduğunuz pulu qəpiyinə qədər haqq eləyir. O tökdüyünüz benzinin, dəyişdiyiniz yağın pulunu qəpiyinə qədər haqqını verir bu avtomobil. Sürün, yaşayın. Onsuz bir həyatımız var. Gözəl avtomobillər alın. Maraqlı avtomobillər sürün. Həyat sıxıcı avtomobillər sürmək üçün çox qısadır. Görsən, bu da razıdır ondan.